Salam, hər vaxtınız xeyir olsun. Mən Gülşən Eşmova. Bugün sizlərə MİQ və sertifikasiya imtahanında rastlaşdığımız və rastlaşa biləcəyimiz sual tiplərindən danışacağım. Məhz kurikulumdan hansı sual tiplərinə diqqət etməli bu videoda öyrənəcəksiniz. Əgər bunların ardının gəlməyini istəyirsinizsə, kanala abunə olub izahı bəyənməyi unutmayın. Gəlin çox vaxt itirməyək, başlayaq birinci sualımızın izahından. Birinci sualımız qismən rahat situativ bir sualdır. Şərtdə deyir ki, müəllim iki şagird arasında konflikti həll etmək üçün sinif iclası keçirir. İclas zamanı atılan hansı addım səmərəli hesab edilmir? Yəni düzgün deyil. Həmin iclas gedən vaxtda müəllimin etdiyi hansı addım düzgün deyil. Bizdən bunu istəyir. Baxaq. Adı deyir ki, şagirdlərə hadisə ilə bağlı öz fikirlərini açıq şəkildə bildirməyə şərait yaratmaq. Əlbəttə ki, müəllim bunu etməlidir. Hər bir şagirdin fikri bizim üçün önəmlidir. Bu aiddir. Bizə aid olmayan lazımdır. Baxaq B-yə. Şagirdlər arasında qarşılıqlı dinləmə və anlaşma mühitini formalaşdırmaq. Bəli, bu da aiddir ki, uşaqlar arasında dinləmə, anlaşma mühitini formalaşmaq lazımdır ki, o konflikti həll etmək olsun. Sonra müəllim bir şagirdi müdafiə edib, digərini qınaması. Dayanırıq. Müəllim ümumiyyətcə niyə kimisə müdafiə eləsin? Bir də belə deyək, burada bərabər imkanları pozur da, yəni bütün uşaqlara eyni imkanı yaratmır müdafiə eləməklə. Və kimsə də qınayırsa, onun dəstəkləyici mühitini pozur, uşaqların psixologiyasını alt-üst edir. Bu ən uyğun olmayan versiyadır. Bizə deyir, səmərəli hesab edilməz, elə cavab olacaq C. Deyir, müəllimin bir şagirdi müdafiə edib, digərini qınaması. Baxın, deyir ki, müəllim hadisədən sonra sinifdə empatiya və əməkdaşlıq mövzusunda müzakirə aparması. Bu düzdür. Yəni, empatiya, əməkdaşlıq haqqında müzakirə apara bilər. Sonra şagirdlərə gələcəkdə oxşar halların qarşısını almaq üçün bircə qərar hazırlamağı təklif etməsi. Bu da olar, çünki konflikti yumuşatmaq üçün ortaq qərarlar almaq mümkündür. Cavabımız C olur, ən uyğun olmayan C-dir. Keçək növbəti sualımıza. Burada üçlü sual tipidir. Fikir verin, bir mövzunun testi deyil bu. Burada baxın, 1 taksonomiya, 2 üsullar, 3 qiymətləndirmə, 3 mövzu soruşulur. Bax, imtahanda da bu tip suallara üstünlük verilir. Yəni, bir sual verir, içərisindən 2-3 mövzu soruşulur. Bax, bu sual verib üstəsiyada. Burada da bizdən 3 dənə bölməni istəyir. 1 taksonomiya bölməsini, 2 üsullar, 3 isə qiymətləndirmə. Gəlin, baxaq. Deyir, şagirdlər 2 qrupa bölünüb, bir-birinin içində olan dairələr şəklində otururlar. Burada mən baxıram ki, şagirdlərin qruplara bölünməsi, sonra qruplarda deyir, birinci qrup daxili kiçik dairədəki stollara əyləşir. Müəllimin təklif etdiyi problemi müzakirə edir. Böyük dairədəki stollara əyləşmiş digər qrup isə diskusiyanı müəyyən etmiş qaydaya uyğun aparıldığını müşahidə edir. Görürəm ki, burada qruplara ayrılma var, daxili qrup var. Bundan başqa bir-birinin içində olan dairələr şəklində olan qruplar var. Bunlar daxili, bir də daxili kiçik, bir də böyük dairədəki, yəni xarici belə deyək, qrup adlanır. Baxıram ki, burada bir iş üsulu var. Bu hansı iş üsuludur? Daxili və xarici qruplar hansı iş üsulunda olurdu? Təbii ki, akvarium. Deməli, akvarium olmayan variantları silək. A-nı silirəm, B-ni silirəm, E-ni silirəm. Qaldı 2 variant. İndi keçirəm, tapıram hansı asandır. Ya taksonomiya asandı olacaq. Taksonomiya olsa eynidir, dəyərləndirmək. Deməli, taksonomiya heç baxmıram. Keçirəm, qiymətləndirməmi tapıram. Gəlin sual bir də oxuyaq, qiymətləndirməni tapmaq üçün. Deyir, şagirdlər 2 qrupa bölünüb, bir-birinin içində olan dairələr şəklində otururlar. Birinci qrup daxili kiçik dairədəki stollara əyləşərək müəllimin təklif etdiyi problemi müzakirə edir. Böyük dairədəki stollarda əyləşmək, digər qrup isə diskusiyanın müəyyən edilmiş qaydada uyğun aparıldığını müşahidə edir. Vaxt bitdikdən sonra xarici dairənin iştirakçıları diskusiyanın gedişini qiymətləndirir. Baxın, qiymətləndirmə var. Yoldaş qiymətləndirməsi. Fikir verirsiniz, xarici dairədəki deyir, iştirakçıları diskusiya gedişini qiymətləndirir. Yəni, daxili xaricini qiymətlendirir də, fikir versin və yaxud əksi olsun, xarici daxilini qiymətləndirsin. Əsas odur ki, burada yoldaşçılıq münasibəti var və bu yoldaşçılıqdan da qiymətləndirmə doğur. Yəni, yoldaş qiymətləndirməsi var. Yoldaş qiymətləndirməsi də hansı qiymətləndirmənin tərkib hissəsidir? Təbii ki, formativ. Yəni, yoldaş qiymətləndirməsini, özünü qiymətləndirmə, bunlar hamısı formativin içərisindədir. Deməli, cavabımız olacaq D.
Dəyərləndirmə də niyə oldu? Çünki belə deyim ki, bir-birinə münasibət bildirmək, fikir yürütmək bunlar olduğu üçün dəyərləndirmə oldu. Doğru cavabımız D variantı. Qeyd etdiyim kimi imtahanda da bu üçlü sual tipləri heç üçlü olmasın, bəzən 4 şeyi birdən soruşur. Taksonomiya soruşur, iş üsulunu soruşur. Sonra nə bilim pedaqoji tələbi soruşa bilər. Əgər ona görə bu üçlü suallarda ilişməyin, diqqətli olun. Birini tapdın, qayıt təzədən yenə bir də oxu, o bir hissəni tap. Yəni bu formada edilməlidir bunlar mütləq şəkildə. Bir də bir şey nəzərinizə çatdırım ki, hal-hazırda bizim kurikulumdan belə deyək, sıfırdan yeni qruplarımız açılıb. Bu qruplarda da Poliglot kurikulum metodu sayəsində dərslər keçirilir. Dərslər Nazirliyin rəsmi proqramı əsasında əzbərləmədən dərsi dərs müddətindəcə öyrənirsiniz, gedirsiniz. Fikirləşməyin ki, vaxta az qalıb, çatdırmaram, öyrənmərəm, xeyr. Elə vaxtda bir növ belə deyək ki, çox qalıb düşüncəsi ilə yanaşaq ki, imtahanda yaxşı nəticə əldə edə bilək. Əgər vaxt vədə yetişməyibsə, o stolda əyləşməmizsə, deməli hazırlaşmağa dəyər. Qeyd etdiyim kimi bizdə də heç bir kitab almadan, vəsait almadan dərsi dərs müddətində öyrənib, bu sizə biraz qəribə gələ bilər, amma həqiqətən də belədir. Öyrənib imtahana yollanırsınız. Keçək indi növbəti sualımıza. Əlaqə nömrəmizdə xatırladım. 055 280 59 24. Bu nömrəyə yazaraqdan dərslərimiz haqqında məlumat əldə edə bilərsiniz. Bu sualımız da üstəlik bir sualdır. Deyir ki, dərs başlayır. Müəllim artıq mövzu izahına keçib. Bu zaman şagird tələsik şəkildə sinifə daxil olur. O icazə almadan yerinə oturur. Dərs vəsaitlərini səliqəsiz şəkildə masanın üzərinə qoyur. Müəllim dərsin axarını pozduğunu hiss edərək əsəbləşir və sinifin qarşısında sərt tonla deyir: "Bu artıq neçənci dəfədir dərsə gecikirsən. Belə münasibətlə dərsə gəlməyin heç bir faydası yoxdur." Şagird başını aşağı salır, dərs boyu danışmır, fəaliyyətə qatılmır. Digər şagirdlər də müəllimin bu reaksiyasından sonra sakitləşir, amma dərsdə gərginlik hiss olunur. Deyir, bu situasiyada müəllimin davranışla bağlı və pedaqoji qiymətləndirmə ilə bağlı hansı doğrudur? Gəlin baxaq. Adı deyir ki, müəllim sinifdə nizam-intizam bərpa etmək üçün düzgün qərar verib. Bu da sinifin idarəçiliyinin əsas şərtidir. Xeyr, müəllim burada düzgün qərar verməyib. Uşağın üzərinə səs tonunu qaldıraraqdan onun sağlam psixologiyasını pozub, yəni dəstəkləyici mühiti pozub. Ona görə bu olmaz. Bizə olan lazımdır. Keçirəm bəyə. Müəllim intizam pozuntusunu dərhal reaksiya verib, lakin emosional tənzimlənmə və şagirdin psixoloji vəziyyətini nəzərə almayıb. Bəli, elə cavabımız budur. Həqiqətən müəllim dərhal reaksiya verib intizam pozuntusuna istər-istəməz. Amma uşağın qarşısındakı şəxsin emosional vəziyyətini nəzərə almayıb. Beləcə də düzgün etməyinə, əgər düzgünlüyü soruşursunuzsa, elə cavab olacaq B. Lakin digərlərini də oxuyaq. Müəllim sinifin nizamını qorumaq məqsədilə pedaqoji prinsipə əsaslanaraq obyektiv qərar qəbul edib. Xeyr, obyektiv eləməyib axı. Səs tembirini qaldırıb, sinifdə gərgin abu-hava yaradıb. Burada nə obyektivlik var ki? Keçdik deyə, bunu da sildik. Müəllim davranış pozuntusuna sərt münasibət göstərməklə digər şagirdlər üçün intizam nümunəsi yaradıb. Xeyr, hansısa şagirdin üzərinə səs tonunu qaldırmaqla, sinifin içərisində onu bir növ belə deyim ki, yaxşı olmayan hala salmaqla biz intizam pozuntusunu aradan qaldırmırıq. Bu da olmaz. Əgər baxaq, müəllim dərsdə qaydalara ciddi əməl olunmasını təmin edərək öyrənmə mühitini qorumuşdur. Xeyr, əgər müəllim qaydalara ciddi əməl etsəydi, onun sinifində qayda, gözlənti, prosedur bunlar hamısı onsuz da olacaqdı. Və şagird də dərsə gecikməyəcəkdi. Lap geciksəydi də o ikinci prosesi əyləşdi yerinə. O səliqəsiz şəkildə masanın üstünə dəftərlərini atmaq, qoymaq bunu etməyəcəkdi. Bir müəllimin ən əsas qılıncı, bir növ belə deyək, qalxanı, onun dərsin başlamamışdan, daha doğrusu dərs ili başlamamışdan hələ əvvəldən ki, uşaqlara tanış olur, onda artıq gözlənti, qayda, prosedurları müəyyən etməsidir. Burada heç bir qayda, heç bir gözlənti, heç bir prosedur yoxdur ki, gəlib iş bu yerə çıxıb. Doğru cavabımız olur B variantı. Bu da sonuncu sualımız idi. Əgər bu tip izahları görmək istəyirsinizsə, kanala abunə olub, izahı bəyənməyi unutmayın. Həmçinin öz dəyərli rəylərinizi yazın ki, bu izahlar ardıcıl yerləşdirilsin. Dərslərimizə qoşulmaq üçünsə 055 280 59 24. Bu nömrəyə yazaraqdan siz də əzbərləmədən dərsi dərs müddətində sevərək mənimlə öyrənə bilərsiniz. Sağ olun, salamat qalın.